Deməli, pasientimiz müraciət edib, 38 yaşı var xanımın. HPV virusun yüksək risk qrupları 51, 35 idi sizdə, 35. Bu kimi yüksək risk qrupları pozitiv çıxıb, amma xanım əsas şikayəti kandilomalardandır. Əvvəl bir neçə kandiloma olub, xanım müraciət edib yandırılma üçün. Və ondan sonra da yenə təkrar yandırma, kandilomalar davam edib, təkrar yandırmaya müraciət edib bir müddət sonra və kandilomalar çox artıb, ağır şəkillərə durumdadır hal-hazırda da. Oktyabr ayından bəri dəfələrlə yandırılmalar olsa da, yenə də kandilomalar davam edib və hətta deyərdim ki, xanımın dediyinə əsasən də ağırlaşıb. Çünki bugün xanım müayinə elədik, çox ağır bir durum var vulva nahiyəsində, xarici cinsət üzvü nahiyəsində. Tamamilə xarici cinsət üzvü ziyillərlə zədələnibdir. Bütün demək olar ki, dəhliz hissəni əhatə eləyir. Və təbii ki, müalicəyə başlayacaq xanıma. İnşallah ki, effekt əldə edərik. Belə ağır durumlar olan zaman biraz müalicə müddəti uzana bilir. İnşallah ki, qısa müddətdə xanımda effektimiz olar.